Ölüm vaxtında qəlbdə olmayan şeylər hamısı çıxır. Hamısı tərk edir adamı. Hamısı çıxıb gedir. Ölüm sizə adi hadisə gəlməsin. Adam öldü. Sən baxırsan öldü. Ölüm əzəmətli bir hadisədir. Böyük bir hadisədir. Orada gömrük qoyublar. O dünyaya gedəndə bir gömrük var. Mən sizə xəbər verim. Bir keçid məntəqəsi var, gömrük var. Gömrük nədir? Deyir, canında olmayanları buraxmırıq. Ruhunda olmayanları o qalsın. İcazə yoxdur ora aparmağa. Nə ki canında var, onu aparacaqsan. Burada olanları gömrük buraxmır. Saxlayır. Qalır bu yanda. Onları aparamırsan oraya. Kitabları beynivə doldurmuşsan, deyir ki, bu buradadır. Burada yoxdur, onları o qalsın. O kitablar qaldı, o məlumat qaldı dünyada. Adam var, beynini doldurub Allahla. Tohid elminə sahibdir, dərs deyir, Allahın sifətləri, zatı, filan, danışır, əla fəlsəfi dəlillər. Kitab da yazır. Adam var belədir. Amma qəlbində nədir? Manatdır, dollardır, nə bilim mən, vəzifədir, məqamdır. Bilin ki, bu adam qəlbindəkini aparacaq ora, beynindəkini yox. Ona görə soruşacaqlar, mən Rəbbuk, Rəbbün kimdir, deyəcək vəzifə. Bəlkə də başında əmmamə vardı, bəlkə də. Əba vardı və həmkimsinin də. Ürəkdə olanları insan ora aparır. Elm qəlbə daxil oldusa gömrükdən keçir. Qəlbə daxil olmadısa qalır. Alırlar. Alanda da nə olur? Cahil kimi gedir. Dünyada hacı, ağa filan, ya məsələn, doktor belə, filan belə, oraya gedir, qaldı da buradakılar qaldı, gedir cahillərin cərgəsində deyanlar. Çünki aparanmədi özü ilə. Cahil gedir. Hünər nədir? Hünər elmi ora aparmaqdır. Adamın özünü buraxırlar ora, özün kimsən? Elm sənin vücudun bir hissəsinə çevrilməlidir. Elm sənin bir hissən olmalıdır. Vücudun bir hissəsi olmalıdır. Mən oxumuşam, bəzilərinə Peyğəmbərin adını deyirlər ki, Peyğəmbərin kimdir yadından çıxır. Bilirsən, kim gündə namaz qılırdı, adını çəkirdi, azanda, iqamədə, təşəhhüddə, yadından çıxır. Çünki qəlbə yazmayıb. Kitabın nə idi deyir, yadına salam ver. Ay Allah, mənim kitabım nə idi? Kitabım nə idi? Quran deyə bilmir. Dünyada mən sizə misal deyim, hələ axirətini inişdir. Dünyada bir adam ağır bir bəlaya düşəndə, bir şok keçirdəndə görsən, özünü itirir. Gic olur, qalır. Adi şeylər yadından çıxır. Ölüm o qədər əzəmətli hadisədir ki, bəzi adamları gic eləyir, gizəllənir, qalır, unudur. Ona görə deyir ki, başının üstündə deyən təlqindir. Təlqin nədir? Təlqin meydi dəfinlərdə görmürsünüz, başının üstündə dayanır. Deyir, la təxəf və la təhzən, qorxma və kədərlənmə. Qul fi cavabihima, de onların mələklərin cavabında. Allahu Cəllə Cəlaluhu Rəbbi. Denən Allahdır mənim Rəbbim. Çünki ehtiyacı var. Amma qəlbinə həkk olubsa, təlqin deyildi, deyilmədi, ürəyindədir. Bir nəfər alimin öz yazdığından görmüşəm, deyir, Ayətullah bir ucirdin qəbrə qoyanda mən girdim içəri. Əli çiyninə qoyurlar da, təlqin oxuyurdular. Deyirdim ki, İza ətəkəl mələkanil müqərrəban rəsuleyni min indillah təbarəkə və teala və səalək. Deyir, indi mələklər gələcək, səndən soruşacaq, Rəbbindən filan. Və deyir, gəldim bu yerə çatdım. Dedim ki, la təxəf və la təhsən, qorxma, kədərlənmə və qul fi cavabihima, de onların cavabında. Mən deyəndə Allahu Cəllə Cəlaluhu Rəbbi, gördüm o da onun səsi gəldi, öz tələbəsidir. Gördüm içəridə, o da qəbrin içində, mən deyəndə Allahu Cəllə Cəlaluhu Rəbbi, bu da dedi. Peyğəmbərin adını dedi, imamların adını dedi. Bu əsl elmdir. Həmin o Şeyx Həsən Əli İsfahani ömrünün son günləri idi. Deyirlər ki, heç kəslə danışmırdı da. Da dünya ilə əlaqəsini kəsmişdi. Ölümə hazırlaşırdı. Ölümə hazırlaşırdı. Deyir, gördü ki, zikir deyir. Ancaq deyir, Allah, Allah, Allahın adını çəkir. Hazırlaşır o dünyaya getməyə. Deyir, neçə gün, 2-3 gün ölümünə qədər heç kəslə özü danışmadı. Da bilir ki, hara gedir də yavaş-yavaş özünü, o zikir istəyir, candan, dildən desin o zikirləri. Deyir, dedi, ancaq Allah, Allah, Allah deyirdi. Birdən deyir, gördü ki, son saatlar idi, durdu, oturdu, qalxdı, baxdı, deyir, qapıya tərəf, dedi, şeytan, özü nahaq yerə əziyyətə salma.
sən mənə bu məqamda hakim ola bilməyəcəksən. Çünki mənim vücudum əli ilə doludur. Vücud əli ilə doludursa, yapışacaq bir şeyin yoxdur. Özünü narahat eləmə, özü boş yerə əziyyətə salma. Get öz işindən məşğul ol, get başqalarını azdırmağa. Bu təkəbbür deyil, bu insanın imanının əminliyidir. O qədər artıq hop da canına. Deyim, mənim vücudum əli ilə doludur. Sən mənə nə edəcəksən? Adam var, tikə-tikə ruhunu doğrayasan, hər zərrəsi Allah səsləyəcək, Allah deyəcək.